Salam əziz izləyicilərimiz, gəlmiş üçün Ramanı Salxozda əziz izləyicilərimiz, şəxsi tikili 3 otaqlı evin təqdimatına. Bax bu ev əziz izləyicilərimiz, əlim yandı satışdadır. 163 marşrut Bakubus düz evin qarşısından keçir və 296 sayılı məktəb evin 50 metr məsafəsində yerləşir əziz izləyicilərimiz. Poliklinika evin yanında. Oba market, al market evin tam yaxınlığında əziz izləyicilərimiz. Yəni evimiz yerləşir Ramanı Salxozda, tam mərkəzdə. Yerləşmə yeri idealdır. Qiyməti də ki, əlim yandı satışa çıxıb əziz izləyicilərimiz. Evdən çöl, evin çölünün görüntüsünü sizə təqdim elədim. Keçib indi həyətini sizə təqdim eləyib. Sonra da evin otaqları ilə sizə bir tanış eləyəcəm əziz izləyicilərimiz. Buyurun, bura evimizin həyətidir. Rahatçılıqla 2-3 maşın evimizin həyətinə daxil ola bilər əziz izləyicilərimiz. Yenə deyirəm, evimiz əlim yandı satışdadır. Yəni qiyməti həqiqətən çox idealdır. Evimizin sağında, solunda belə yeri də var. Orada da bir qapısı var. Yəni arxasında balaca bir torpağı var əziz izləyicilər. Və keçirəm evin daxili ilə sizi tanış eləyəcəm inşallah. Evimiz koridor sistemlidir və koridoru da ki çox genişdir əziz izləyicilərimiz. İndi özünüz də videoda baxın. Həqiqətən koridor çox genişdir. Koridora daxil olarkən bizi birinci qarşılayır burada qonaq otağı. Buyurun, təqdim eləyirəm sizin üçün. Evimizin qonaq otağı ölçüləri qəşəngdir, idealdır və evimiz tam təmirlidir əziz izləyicilərimiz. Keçək sizin üçün mətbəxi təqdim eləyək. Zəhmət olmasa buyurun baxın. Evin mətbəxi çox səliqəli və sahmanlı, mebeli də ki yenidir əziz izləyicilərimiz. Evin yerləşmə yeri həqiqətən çox idealdır. Və burada yerləşir hamam, samuzel, ikisi birlikdədir. Bunun işığını buradan yandıraq, zəhmət olmasa təqdim eləyək. Tam təmirlidir əziz izləyicilərimiz. Yenə deyirəm, evimiz şəxsi tikilidir. Burada da pitiminutkası belə yerləşir və çıxıram sizin üçün ikinci mərtəbəni sizə təqdim eləyəcəm. Zəhmət olmasa siz də buyurun, baxın əziz izləyicilərimiz. Evimiz əslində 4 otaqdır, amma mən sizin üçün videoda vurğuladım 3 otaq kimi. Yəni bax buranı ev sahibi qonaq otağı eləyib. Yəni həqiqətən də elə qonaq otağına uyğundur ölçüləri. Yəni ikinci mərtəbədə bir qonaq otağı, 2 dənə yataq otağı var əziz izləyicilərimiz. Buyurun indi yataq otaqlarını sizə təqdim eləyirəm bir-bir. İzləyin, zəhmət olmasa. Bura evimizin birinci yataq otağıdır. Və yenə deyirəm, tam təmirlidir, yerləşmə yeri əziz izləyicilərimiz. İdealdır, ev əlim yandı satışdadır. Qiyməti yəni şok bir qiymətdir.